Ona görə bu günləri biri də demək ki, əzalı da kimsənin ağzından çıxmaya, bə Güney nə oldu? Hani bu Təbriz, hani bu Ərdəbil, hani bu Urmiya? 100.000 nəfər Kürdü gətirib dayayıb ora. Trump çıxıb deyir ki, mən bu Kürdlərə silah da verdim və pul da verdim və götürdülər silahı, deyir şəhid elə. Elə bu cümlədir, deyir şəhidi mənim olsun. Və həmin sözlə də 2 ay bundan qabaq bu Pəhləvi sülaləsindən qaldırılan o Dınqırov, Tabut Dınqıroy çıxır dedi ki, yerin qabağa kömək gəlir. Bir də onların içində də Azərbaycanlılar da vardı. Və Trump da dedi ki, kömək gəlir. Düz deyirdilər, yalan demirdi Trump da o gedədə. Kömək demişlər, vermişlər Kürdlərə. Kürdlər ki, demək ki, Suriyədə başları daşa dəyib. Neçə baba bu tribunadan da dəfələrlə dedim, bunlar gəlirlər, Soyuqbulağa gəlirlər, Urmiyaya gəlirlər. Ay fərq eləməz İran adlanan yerdən Kürd olsun, filan olsun. Məzlum Əbdüdən tutmuş, öldü o Müslümdə. Müslümdən tutmuş, ondan Hicrdən tutmuş, kimlər olmuş, Ərbildəki Kürdündən tutmuş, hamısı gəlir bir yana. Və gəlmişlər sınırın qırağına dayanaraq, əlbəttə Türkiyə Cumhuriyyəti dövləti demək axır momentidə deyirlər, kulislərdə. Bu Azərbaycan dövləti hara girirsiniz? Hara girirsiniz, onda bizdə girəkdə filandır. Amma Güney söhbəti yoxdur. Yəni 40 milyon Azərbaycan türkündən burada deyirsə dəyə görə kimdən söhbət gəlir? Bəzilər də çıxıb deyir ki, qardaşım bilirsən nə var? Kimlərin qorxusundan Təbrizi vurmayıb, Təbrizin ortasında o zatları partladır, vurur İsrail. İndi İsrail desə, niyə vurursan? Füzəni oradan fırladır mənim başıma. Məktəbdən, məsciddən, xəstəxanadan fırladır mənim başıma.